Deməli ya Allah salam olsun əşəsə. Bu gözəl bir villanın təqdimatına gəlmişik. Bazar qiyməti bugünkü gündə 600 minə başa gələn evi, demək olar ki, yarı qiymətindən əşyalı vəziyyətdə bu villanı satışa çıxarır. Necə deyir Məşədibadda? Bu evi ver mənə, gör səni necə şad edərəm. Mən səni hamıdan artıq yad edərəm. Sən bizi mənə verginə, gör necə səni şad edərəm. Evin ümumi görünüşünü görürsünüz. Bir də ümumən də belə ətrafı götür. İdeal bir yerdə, yol kənarında villamız satışa çıxıbdır. Öz üçün tikilmə bir evdir. Bəzi inşaat materialları belə xaricdən gəlibdir. Bunu da nəzərinizi satıb almasaq belə baxağım video. Həqiqətən bu baxılası, bu villa baxılası bir villadır. Gəlin sənəndə siz tanış edin. Bax deməli, ev sahibi o qədər incə detayına qədər fikirləşir. Fikir verin bax, mərmərdəndir. Görürsünüz də, hər bir şey incə detayına. Tüpropol sistemində kimi mövcuddur villamızda. Kombi sistemi. Xatırladım ki, bütün hər şeyin ən bahalısından istifadə olunubdur. Qapıları göstər bir dənə, nəzər eləyiz salın qapısını. Bir də saxlı qaydırobumuz da çək. Xatırladım ki, bütün evdə nə əşyalar görürsünüz, bir şey əşyası maşətindən hamısı qalacaqdır evdə. Güzgə kimsək, güzgü mən diqqətimi çəkdi. İncə zalından da tanış eləyək. Deməli qardaş, bura bizim zalımızdır. Pərdə seçimləri, pol səhvlənir, sılamdan çək, xahiş edirlər. Yəni, abo sistemindən tutsuzluqdur. Həqiqətən də gözəl bir təqdimatdır. Yəni, ev möhtəşəm. Gəlin, indi mətbəxə keçək, sonra indi bir yerini göstərəcəm. Həqiqətən o feyzəb olacaqsınız, gəl. Deməli, baxın, bura bizim mətbəximizdir. Bax, gördüyünüz ən bahalı modellər. Həqiqətən, gəl sürprizə baxacaq, buna baxacaq, necə güzəldir. Sərqəli vəziyyətdə, açdın qardaş. Gördünüz qabiyan, hazır vəziyyətdə. Situasiya budur da, gördünüz ki, bax, bütün kondisioner sisteminə kimi çək. Töplü polda onun nəzərinizə vurğuladım. Gəndi, xatırladım ki, yuxarı mərtəbəmizdə də sanuzel sistemi mövcuddur. Aşağı mərtəbəmizdə. Gəl aşağını göstərir, sonra keçək yuxarı. Bax, bura bizim sanuzel sistemimizdir. Bura bizim qardırobumuzdur. Paltar yuan içərini də göstər. Sauna sistemimiz. Burada bizim sanuzelimiz. Müvalniki də göstər. Bax, bura bizim qazanxanamızdır. Gördüyünüz kimi. Bax, bura bizim qardırobumuzdur. Yenə səliqəli bir qardırob. Lavazmatdan, yemaqdan ötəri. Gəlin, yuxarına da tanış eləyək sizi. Bax, bura ikinci mərtəbəmizin girişidir. Xatırladıram ki, burada 4 otaqdır ümumilikdə. Otaqlarını da bir tanış eləyim. Deməli, otağımızın biri. Keçək, indi növbəti otağını da tanış eləyim. Bizim növbəti otağımızdır. Patolog sistemini də göstər. Hər bir detay dediyim kimi qəşəng fikirləşilibdir. Gözəl bir nüansını göstərəcəm evin. Həm də qiymətini açıqlayacağım. Burada bizim növbəti otağımız. Burada bizim növbəti otağımızdır. Burada bizim ikinci mərtəbəmizin sanuzel sistemidir. İndi Allah gələ dediyim nüansa. Bax, qardaşlar, xanımlar, bu mənzərəyə dəyərdir. Bu mənzərə ideal bir mənzərədir. Yayda otur, mənzərəni seyr elə. Elə bir şəhər ayağının altındadır. Bax, evimiz yerləşir Totanlıda, yolun qırağında. Bütün sənədlər qaydasındadır. İpotekaya da yararlıdır. Dedim, bu ev dəyərindən çox qat-qat aşağı satılır. Bugünkü bazar qiyməti 319.000, plus hələ razılaşması da var. Dedim ki, bütün əşyalar da qalır. Bu villaya sahib olmaq istəyən şəxslər bizə müraciət edə bilər. Həqiqətən də ev süper bir evdir. Yəni, bu evi qiymətləndirmək kəmərinə kimi. Yəni, nə lazımdır qeyd elədik də. Yəni, bütün sistemlər hazır vəziyyətdədir. Gir yaşa. Allah alan hər bir şəxsə xeyri versin. Bizi izləməkdə davam eləyin. Bəyənməyi də unutmayın. Yeni evlərdən qarşınıza. Totanlı zonasında, Bağman zonasında ev satanlar da bizə müraciət edə bilər. Sağ olun.